İndi fevralda müharibənin başlanmasından tam 4 il ötəcək. Rusiya hələ də Ukraynanın 20-25% civarında ərazilərini işğal edə bilib. Əslində bu da ciddi rəqəmdir. Bu da onun göstəricisidir ki, bəli, sahədə üstünlük Rusiyanın əlindədir və Ukrayna ordusu faktiki müdafiə olunmaqda çətinlik çəkir. Xüsusən də son aylarda Rusiya ordusunun irəliləyişi əvvəlki dönəmlərindəkinə baxanda daha da kəskinləşib. Bu da tamamilə Trumpın hakimiyyətə gəlməsindən sonra Ukraynaya edilən yardımların əhəmiyyətli dərəcədə azaldılmasıdır. Yəni Ukrayna müharibəni nəyin sayəsində davam etdirirdi? Xaricdən gələn dəstəklərin, bu dəstəklərin əhəmiyyətli bir hissəsi də hələ Biden Amerika Birləşmiş Ştatlarında prezident ikən onun sayəsində təmin olunurdu. Trump indi bunu məğzini bir xeyli dəyişdirdi. Artıq Amerika silah vermir, silah satır. Amma hansı silahları satır? Biden dönəmindəki qədər effektiv olanları deyil.